Aprelin 28-i Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, şimal-qərb küləyi güclənəcək. Temperatur gecə 9-13, gündüz 13-16 dərəcə isti olacaq. Naxçıvan ərazisində də sabah yağıntı ehtimalı yoxdur. Temperatur 9-11 dərəcə isti gözlənilir. Azərbaycan əksər rayonlarında sabah hava yağmursuz keçəcək, lakin ayrı-ayrı yerlərdə qısa müddətli intensiv yağış yağacaq, şimşək çağacaq, dolu düşəcək, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 8-12, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz isə 7-12 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.